Deməli, bugün sizə paragraf 8.3, daha doğrusu 8.1, 8.2-də ikinci variantın suallarını izah edirəm. Birinci sualda nə soruşur? Sahəni soruşur. Təzyiqin düsturu P bərabərdir F bölünsün S. Buradan S bərabərdir F bölünsün P. F mg bölünsün P. M 10 kilogram. J 10. P ise 20 kilopascal. Yəni 20 deməli vur 10 üstü 3. Düzdürmü? 20 vur 10 üstü 3. Bu da bərabərdir. 100'ü 20'ye böləndə nə düşür? 5 vurulsun 10 üstü mənfi 3 metrin kvadratı. Təbii ki, o atan uşaqlar kimi yazsa, təbii ki, cavab D bəndi çıxır. 5-lə bir dənə D var, amma bilirsiniz də belə olmaz. Bilmək lazım ki, 1 metr 100 santimetrdir. 1 metrin kvadratı 10 üstü 4 santimetrin kvadratıdır. Onda belə çıxır ki, 1 santimetrin kvadratı da 10 üstü mənfi 4 metrin kvadratıdır. Amma ehtiyac yoxdur. Onsuz da bizdə metrin kvadratını santimetrə keçiririk. Ona görə işimiz biraz rahatdır. Yəni 5 vurulsun 10 üstü mənfi 3 metr kvadratın yerinə nə yazırıq? 10 üstü 2. Daha doğrusu 4'e 2 hardan geldi? Çünkü 1 metr 10 üstü 2'dir. 1 metrin kvadratı 10 üstü 4. 10 üstü 4 santimetrin kvadratı. Bu da bərabərdir. Bilirsə 3 dənəsi gedir. Biri də qalır onun yanında. Olur 50 santimetrin kvadratı. Həqiqətən də gördük ki, cavab D bəndidir. Birinci sualın cevabı D bəndi. İkinci sualda deməli, səthin sahəsi sabit olduqda təzyiqin təzyiq qüvvəsindən asılı qrafikini göstərin. Əlbəttə ki, təzyiq bərabərdir təzyiq qüvvəsi böl S-dir. Testin şərtinə görə, sualın şərtinə görə səthin sahəsi sabitdir. Əgər S sabitsə, onda P ilə F necə asıldı? Düz asıldı. Onda cavab olacaq. Qoyun burada görsədim. Yəni təzyiq qüvvəsindən necə asılı olacaq? Düz asılı olacaq. Yəni B bəndi 3. Buradakı 3. Üçüncü sual. Üçüncü sualda söhbət nədən gedir? Təbii ki, üçüncü sualda içərisində maye olan qab yuxarı yönəlmiş A təci ilə hərəkət etdirilir. Gəlin bunu bağlayalım. Lazım olanda açarıq. Gördüğünüz kimi bu qab A təci ilə yuxarıya doğru hərəkət edir. Yadınızdadsa təzyiqin düsturu belə idi. Rho J üstə gəlinsin A vurulsun H. Düzdürmü? Baxın, A 0 olsa belə təzyiq müəyyən nöqtədən başlayacaq. Və A artdıqca təbii ki, təzyiq də artacaq. Bu şəkildə olacaqdır. Əgər A təzyiqi yuxarı yox, aşağı olsaydı, onda cavab olardı nə? B bəndi. Amma bizdə indi A yuxarıdır deyə olur D bəndi. Üçüncü sualın cavabı D. Dördüncü sual. Borudakı tıxaca suyun göstərdiyi təzyiqi hesablayın. Uşaqlar, bax,
Burada qırmızı ilə göstərirəm sizə. Bu xətti görürsünüzmü? Bu xəttdən aşağı onsuz da mayenin görürsünüz səviyyə eynidir. Yəni onlar onsuz da bir-birini tarazlaşdırır. Burada əlavə təzyiq bax budur. Bu gördüyünüz təzyiqçi var. Bax bu mayenin təzyiqi sağ tərəfdə olan bax buradakı tıxac var idi. Baxın. Görürsünüz burada balaca qara tıxac var. Yəqin görürsünüz. Bax burada bax bu qırmızılıyla. Görürsünüz bax burada tıxac var. Bax onu orada təzyiqi yaradan deməli nədir? Həmən bax bu 30 santimetr olan su. Hardan bilirik? Fikir verirsiniz, bura 50'dir. Burada 20'sə, bura 30'dur. Neyse, təzyiq də rho J H onsuz da. Rho mindir. Rho mindir. J 10'dur. H da 30 santimetr, yəni 0,3'dür. Onda cavab olacaq 3000 Pascal, yəni 3 kilopascal. 5-ci sual. 5-ci sualda bu nədir? Pascal vurulsun metrin kvadratı bölünsün kilogram. Gəlin Pascal açalım. Pascal nə idi? P bərabərdir F böl S, düzdürmü? Yəni Newton bölünsün metrin kvadratı. Bir dənə metrin kvadratı burada var. Bir dənə də kilogram burada var. Metrin kvadratları getdi. Newton böl kilogram nədir? F böl M. Bu da A'dır. Bu da J. Gravitasiya əsası intensivliyi. Gravitasiya əsası intensivliyi düstur var. Yadınıza salın. J bərabərdir F böl M. Bu həmən düstur. Deməli 5-in cavabı Y. 6-cı sual. Oturacaq sahələri eyni olan 3 qaba eyni miqdarda su tökülür. Hansı qabın dibində hidrostatik təzyiq ən böyük olar? Yəqin ki, bu sualı tərtib edəndə nəzərdə tutulub ki, o su bunların belə deyək, hansınsa keçməyəcək. Yəni tutalım da, məsələn, bu da yarıya qədər dolar. Məsələn, müəyyən qədər dolub. Bu ondan biraz çox dolar. Bu ondan biraz çox dolar. Bu isə ortada olar. Qoyun şəkili qəşəng çəkən. Bax, təsəvvür edin ki, məsələn, bu qaba su tökdü, bu qədər dolub, baxın. Bu qədər dolub. Bu qədər dolubsa, eyni suyu bu qaba töksək, yuxarısı daralır deyə daha çox yuxarı qalxar. Daha çox yuxarı qalxar, düzdür. Amma bu get-gedə genişlənir deyə, bu isə daha az qalxar. Ondan hansı qabın dibində hidrostatik təzyiq ən böyük olar? Təbii ki, ikincinin. C bəndi. Düzdür. Ən böyük olar. Ən kiçik desəydi 3'ü götürərdik. B bəndini götürərdik. Niyəsini bildinizsə, təzyiq rho J H-dır. Yəni eyni miqdarda su tökülüb. Üçündə rho'su eynidir, J eynidir. İş H-ın üstünə düşür. Sizə burada nəyə başa düşmək lazımdır? Eyni miqdar suyu tökəndə bura, yəni ikinci qabda suyun hündürlüyü daha çox olacaq. 7 nömrəli sual. Nə deyir burada? Qabın dibinə suyun göstərdiyi təzyiq qüvvələrini müqayisə edin. Şəkil biraz yaxşı düşməyib. Təzyiq qüvvəsinin düsturu necədir? F bərabərdir P vurulsun S. P də rho J H-dır. Onda F bərabərdir rho J H vur S. Düzdürmü? Və H-lar da fərqli, S-lər də fərqli. Bir dənə eyni olan nədir? Qabın dibinə suyun göstərdiyi təzyiq qüvvələrini müqayisə edin. Yəni hər ikisində də sudur. O deməkdir.
Yəni anlayacağımız F2 böl F1 yazsaq, F2 böl F1 yazsaq nə baş verəcək? F2'nin yerinə yazırıq H2 S2 H1 S1. Niyə uşaqlar? Çünki rho sonsuzda J ilə eynidir də. Burada H ilə S fərqlidir. H, bax ikincinin H-ı görürsünüz, H-dır burada verilib. H yazıram. S-dəki S verilib. Birincinin H-ı 2H verilib. S-dəki 2S verilib. Onda nə alırıq? 4'də 1. Yəni F1 bərabərdir 4 dənə F2. O da D bəndi. 8-ci sual. Qabın dibinə suyun göstərdiyi orta təzyiqi hesablayın. Dostlar, orta təzyiqin düsturunu necə demişdik? 2'də 1 rho JH. Yəni 2'də 1 rho 1000'dir. J 10'dur. H-dakı 40 cm. Yəni 0,4. O da 10'u 0,4'ə vuranda 4, 4'ü də 2'də 1'ə vuranda 2, 2000. B bəndi. 8-ci sual nə oldu? B bəndi. 9-cu sual. Müxtəlif mayelər üçün hidrostatik təzyiqin maye sütununun hündürlüyündən asılılıq qrafikləri verilmişdir. Ən böyük sıxlıqlı mayeyə uyğun qrafiki göstərin. Təbii ki, bunu bir neçə üsulla yazmaq olur, bilirsiniz. Amma mən buradan bir dənə xətt çəkərəm belə. Hamısının H-ı eyni olar. Birin P-si hamısından böyükdür. Deməli, sıxlığı da hamısından böyükdür. Cavab A bəndi. Bu qədər sadə. Niyə? Çünki rho bərabərdir. P bölünsün JH-dır. Dediyim kimi, buradan belə bir xətt çəkilsə, hamısının H-ı eyni olur. J-si eynidir. Kimin P-si böyüksə, rho'su da böyükdür. Vəssalam. 10-cu sual. Kranastikdə qablarda su sütununun hündürlüyü olar. Yəni nə qədər olar? Təbii ki, baxın, hal-hazırda bizim suyun həcmi 30 vurulsun S-dir. Düzdür? Sonradan nə olmalıdır? Sonradan ki, bu su, tutaq ki, buradan düşdü, bax, qırmızı ilə çəkirəm. Məsələn də, biraz çox yuxarıdan çəkdim. Tutaq ki, krantı açdıq. Krantı açandan sonra suyun səviyyəsi gəldi, bax, belə oldu. Bax, fikir verin. Belə. Eyni olmalı axı. Başa düşürsünüz, eyni. Çünki hər iki qoldakı sudur. Onda hündürlükləri eyni olmalıdır. Bax, bu şəkildə. Sonraki hündürlüyə bir dənə H desək, buna da bir dənə H desək. Əvvəlki mayenin həcmi 30S idi. Sonraki mayenin də həcmi HS üstə gəl H vur 2S. Yəni nə? 3SH. Düzdür? 3SH. Deməli, əvvəlcə suyun həcmi 30S idi. Sonra isə olmalıdır 3SH. S-lər getdi. H nəyə bərabərdir? 10'a. Yəni 10-cu sualın cavabı olacaq D bəndi. 11. Atmosfer təzyiqi ölçülür. Təbii ki, nəzəriyyədir. Bu Y bəndi. Barometr aneroidlə. 12-ci sual. Bu ilə burada var ki, bu düşmədim. Eyni variantda həm yuxarı var, həm aşağı. Heç nə olsun da, bayaq izah eləmişik, B bəndi. 13-cü sual. Nə deyir 13-cü sualda? Silindrik formalı qabda mayenin hündürlüyünü dəyişmədən oturacağın diametrin 2 dəfə artırılır. Qabın dibinə göstərilən təzyiq əlbəttə ki, dəyişməz də. Çünki mayenin qabın dibinə göstərdiyi təzyiq rho JH-dır. Yəni, maye sütununun hündürlüyündən asılıdır. Qabın oturacağının sahəsindən ya diametrindən asılı deyil. Ona görə dəyişməz təbii ki. 14 nömrəli sual. Gözəl. Balondakı qazın təzyiqini təyin edin. Atmosfer təzyiqi 760 mm civə sütunudur.
Qəşəng. Baxın, bura açıqdır. Siz görməsəz də mən görürəm. Bura açıqdır. O deməkdir ki, buradan atmosfer təzyiq göstərir və nəyə bərabərdir? 760 millimetr civə sütununa bərabərdir. Biz nə demişdik? Birləşən yerdən bir xətt çəkirik. Baxın, birləşən yer buradır. Fikir verirsinizmi? Bu ağ olan hissə sağ tərəf. Havadır. Bu sağ tərəf havadır. Görürsünüz. Sol tərəf isə balondakı qazdır. Görürsünüz, bu da 2 santimetrdir. Yəni nə deməkdir? Atmosfer təzyiqi balondakı qazın təzyiqindən daha böyükdür. Böyükdür ki, onu nə edib? Sıxıb salıb aşağı. Nə qədər sıxıb salıb aşağı? 2 santimetr. Yəni 20 millimetr sıxıb onu salıb aşağı. Onda belə çıxır ki, balondakı təzyiq 760 millimetr civə sütunundan 20 millimetr azdır. Yəni 740-dır. Y bəndi. Aydın oldu mu? Gözəl sualdır. 15 nömrəli sual. 15 nömrəli sual Ceyhun soruşmuşdun, neçində yadıma düşdü. İzah eləmədim sənə. WhatsAppda soruşmuşdun. Nə deyir 15-də? Deyir, birləşmiş qablarda su ilə kerosin səviyyələri arasındakı fərq 5 santimetrdir. Su sütununun hündürlüyünü hesablayın. Əlbəttə biz bilirik ki, burada ola bilər yer çatmaz. Deməli, biz nəyi bilirik dostlar? Bax, gəlin sizin üçün birləşmiş qab çəkin buradan. Birləşmiş qab çəkirəm, bax, gördünüzmü? Sizin üçün birləşmiş qab çəkdim bir dənə. Təbii ki, bilirsiniz ki, suyun sıxlığı kerosinin sıxlığından çoxdur. Məsələn, bu göyə su desək, baxın, bu su olsa, göy olduğu görsənmədi. Bu su olsa, bax, su. Qırmızını da kerosin eləyək. Bu da kerosin olacaq. Yəni, fikir verirsə, suyun sıxlığı kerosindən çoxdur deyə kerosin daha yuxarıda oldu. Anladıq mı? Deməli, nə demişdik? Ümumiyyətlə, qaydanı belə demişdik də. Həmişə deyirik ki, onlar birləşən yerdən bir dənə belə xətt çəkir. Belə bir dənə xətt çəkir. Gördünüz? Xətt çəkəndən sonra nə deyirik? Deyirik ki, bu kerosinin deməli hündürlüyü olsun. Kerosinin hündürlüyü. H kerosin. Bu H su olsun. Təbii ki, rho su, rho kerosin. Qayda belədir ki, rho su vurulsun H su bərabər olmalıdır rho kerosin vurulsun H kerosinə. Və bizə deyir ki, birləşmiş qablarda su ilə kerosin səviyyələri arasında fərq 5 santimetrdir. Yəni, buradan görsənir ki, su sütununun hündürlüyünü hesablayın. Onda bu kerosinin yerinə biz nə yaza bilərik? H su üstəgəl 5 yaza bilərik də. 5 santimetr, baxın, buradır. Bu fərq 5 santimetrdir də. Ona görə yazıram, rho suyun yerinə yazıram 1000. H su bərabərdir. Kerosinin yerinə 800. H kerosinin yerinə isə yazıram. H su üstəgəl 5. Cavab da santimetrləndir, problem yoxdur. Onda bu 2-0 buradan aparıram. 10 H su bərabərdir. 8 H su üstəgəl 8 5-im 40. Bu da eləyir 2 H su bərabərdir 40. H su da bərabərdir 20 nə? Santimetr. Deməli, cavab olacaq 20 santimetr. B bəndi. 15-ci sualda B bəndi.
16 nömrəli sual. Dərinliyi 25 metr olan gölün dibində tam təzyiq neçə kilopascal? Demişdik ki, açıq su hövzələrində tam təzyiq bərabərdir atmosfer təzyiqi üstə gəlinsin hidrostatik təzyiq. Atmosfer təzyiqin 100 kilopascal veriblər. 100 kilopascal üstə gəl. R'muz 1000'dir. 1000. J'miz 10'dur. H'ımız da 25 metr. Bu da bərabərdir. Yenə 100 kilopascalımız var. Üstə gəl. Gəlin bunu da yazırıq nə? 25 ona vuranda 250. Bu deyilir 250 kilopascal. Da burada bunu yazmamışım. Vur bunun üstü 13 var. 10 üstü 3 var. Onu yazmadım. Bu kilopascallandı. Cavab da kilopascallandı diye yazmadım. Bu deyilir 350 kilopascal. Üstü bu qədər sadə. 17. sual. Tili 1 desimetr olan gümüş kubun yarattığı təzyiqi kilopascalla hesablayın. Heç təzyiq P bərabərdir F böl S. F nədir? Mg böl S. Bilirsiniz bunun axırı RJH-a gəldi uşaqlar. Çoxdandır bunu demirəm. Bu sualdan heç demirdim. Mesela divar qabaq belə əvvəllər belə bir sual vardı. Beton divarın dibinə göstərdiyi təzyiq hesablayın. RJH-dan hesablayırdıq. Mənim PDF-imdə olmalıdır, səhv eləmirəmsə. Lap köhnə sualıdır. M-in yerinə Rho V yazıb, J yazıb, bölürsən isə V bölü S də H-dır. Olur nə? Rho J H. Deməli, tiri 1 desimetr olan gümüş kubun yarattığı təzyiqi kilopascalla. Amma burada xoşuma gəlməyən bir dənə söhbət oldu. Tiri 1 desimetr olan gümüş kubun. Bu kubun içi hər halda dolu olmalıdır. Məsələ ondadır uşaqlar. Gümüşdən belə bir kub deyil də, siz elə düşünmə. Bu elə bil ki, kubik daşı kimi bir şey düşünün də. Aydın oldu. Bax, belə bir şey. Onda bu da bərabərdir. R'ya yazırıq. Nə yazırıq? 10.500 gümüşün sıxlığın. J'yə 10. H-a da ki 1 desimetr. 1 desimetrdə 0,1 metr deməkdir. O da eləyir elə 1. O da eləyir kilopascallandır deyə cavab 10,5 kilopascal. 18. sual. Birinci qabdakı su ikinci qaba tökülür. Doğru ifadələr göstərin. Hər halda birinci qabdakı suyu ikinci qaba tökəndə onun həcmi dəyişməyəcək. Yəni bunu tutalım, hündürlüyü H-dırsa, buradakı suyun sıxlığı nədir? Üzr istəyirəm, həcmi nədir? SH. Buradakının da SH olması üçün bunun hündürlüyü olmalıdır H böl 2. Niyə? Mən nə olub? H böl 2. H böl 2'ni də 2'yə vuranda nə edir? SH. Yəni buradakı suda elə SH qədər olmalıdır. Heç nə, hündürlük azaldı. Deyir ki, təzyiq qüvvəsi 2 dəfə artar. Təzyiq qüvvəsi nədir? Təzyiq qüvvəsi F bərabərdir. Təzyiq qüvvəsi F bərabərdir. Rho J H vur S, düzdür. Fikir verirsiniz, H-ı nə oldu? 2 dəfə azaldı. S-i də 2 dəfə artdı. Nəticədə nə deyirik? Təzyiq qüvvəsi dəyişməz. Deməli 2 düzdür. Onsuz da kub kimi qablarda, yəni kənarı düz olan qablarda elə suyun çəkisi nəticə təzyiq qüvvəsi olur. Yəni mg'si nəticə təzyiq qüvvəsi olur. Onsuz da suyun mg'si dəyişmir. Təzyiq qüvvəsi dəyişməyəcək təbii ki. Ancaq təzyiq 2 dəfə azalar. 3 də düzdür. Niyə?
Çünki təzyiq ρ(J)-dir. H 2 dəfə azalırsa, deməli təzyiq də 2 dəfə azalar. Cavab 2, 3. 19-cu sual. Hidravlik maşında doğru ifadələri göstərin. Hidravlik maşında bilirsiniz ki, təzyiq porşenlərə təsir edən təzyiq qüvvələri ilə porşenin sahələri düz mütənasib asılıdır. Bu da hansında var? İkincidə var. 2 düzdür. Bir də hidravlik porşendə, daha doğrusu hidravlik maşında porşenlərin altındakı təzyiqlər də bərabər olur. Deməli 3-də doğrudur. Doğru cavab 2, 3 olacaqdır. 20 nömrəli sual. Bunu nə çox verdilər? 3 qabda sıxlığı ρ olan maye var. Birinci qab yuxarı yönəlmiş R təcili ilə, ikinci qab təcilsiz, üçüncü qab isə aşağı yönəlmiş təcillə hərəkət edir. Bunu dedik də. Birinci qabda olacaq P bərabərdir. Rho J üstə gəl A. A-nın da yerinə J yazasınız. Vur H. Yəni 2 Rho J H. Hanı? Y bəndi. Deməli 1-ə gedəcək Y. İkinci bərabər sürətlə qalxdığı üçün elə Rho J H-dır. Dəyişən bir şey yoxdur. İkinci olacaq A. Və nəhayət üçüncüdə də 0 olacaq. 0 harada var? B. Niyə? Çünki P bərabərdir. Rho bu dəfə J çıx A-dır. A-nın da yenə J yazsan vur H. O dili 0. Ümumiyyətlə sərbəst düşür də. Beləliklə sizə söz verdiyim kimi ikinci variantı mən izah elədim. Gecə saat 3. Hələ bundan sonra o birisi variantı izah eləyəcəm. Siz də vicdanınız olsun, heç olmasa baxın. Sağ olun.